Salam əziz dinləyicilər. Cambridge Kit Test 4 Reading and Writing Part 2 Questions 7 to 13. Burada 3 nəfər Free Time and Hobbies, Fumiko, Anton və Gary. Üçü haqqında məlumatlar var. Who thinks their hobbies are the same as other teenagers? Kim fikirləşir ki, onun elə hobiləri, məşğuliyyəti digər yeniyetmələrlə eynidir. Burada baxırıq. Anton deyir ki, I don't think my hobbies are that different from the ones other boys or girls have. Baxmayaraq ki, onlardan deyir, fərqli deyil. Fərqli deyilsə deməli, eyni olduğunu düşünür. Eyni olduğunu düşünürsə, doğru cavabımız Anton'dır. Who finds it difficult to have hobbies? Kimə belə deyək də, hobi, məşğuliyyət üçün vaxt ayırmaq çətindir. Baxırıq. Fumiko deyir ki, I have to study really hard for school. That means I haven't got much free time for hobbies. Çox vaxtı yoxdur dərslərinə görə. Bu cavabımız Fumiko'dur. Who likes doing unusual things in their free time? Asuda vaxtlarında qeyri-adi şeylər etməyi xoşlayan kimdir? Gary, in my free time, I like doing things that nobody else my age does. Yəni, mənim yaşımda olanlardan heç kimin etmədiyi şeyləri etməyi xoşlayıram deyir. Burada da Gary bizim doğru cavabımızdır. Who believes they should do sports to keep healthy? Kim inanır ki, sağlam qalmaq üçün idmanla məşğul olmaq lazımdır? Deməli, burada baxırıq. Fumiko deyir ki, I think sport is also very important if you want to be healthy. Və burada cavabımız olacaq Fumiko. Who often enjoys watching TV in their free time? Boş vaxtlarında televizora baxmağı xoşlayan kimdir? Baxırıq. I prefer watching TV series. Anton deyir. Televiziya seriyalarına baxmağı xoşlayır. Who sometimes enjoys doing things on their own? Kim özü tək nələrsə etməkdən zövq alır bəzən deyir. Baxırıq burada. On my own, yəni by myself. I also like walking in the countryside. Özüm şəhər ətrafı dolaşmağı sevirəm deyir. Bu da Gary'dir. Who likes making things with friends? Dostları ilə nələrsə etməyi xoşlayan kimdir? I sometimes invite my friends to my home and I go to theirs. Yəni, onlar bizə gəlir, biz onlara gedirik. We really like making cakes together. Bir yerdə tort hazırlar. Burada da cavabımız Fumiko'dur.